Assalomu alaykum hurmatli qarindoshlar. Bütün yomonlikning manbasi bo'lgan shayton insoniyatni imondan kufrga azdirib kelmoqda. İnsanlarning qon tomirlarida eqib, qalblarini bulg'umoqda. Ammo biz musulmonlar buningdan g'afil yurmoqdamiz. Shaytonning aziqtirishlaridan o'zimizni qochira olmayotimiz. Qanundaqda shaytonning azdirishini bilmoqchi bo'lsangiz, kunda bir kitob sahifamizning bugungi tunishtirmoqchi bo'lgan kitobga quloq solg'aysiz. Talbisu iblis. Şeytanın azdırışı. Hanbali mezhep alimlerinden adaqlıq muhaddis Cemaluddin Abdurrahman İbnül Cevzi. Hicriye 510 yıldan 597 yılgacha. Miladiye 1116 yıldan 1201 yılgacha yaşagan. Onun yazgan qimmatlik əseri. Abdur kitabını 13 babqa bölüp şeytanın fitnelerden agahlandırgan ve şeytanın oyunlardan hazır eyleşki çaqırgan. Şeytanның bəndələrini toğru yoldan azdırışdakı taktiklərini, onun və onunğa əgəşkən adamzadlarının özünü qandaq aldaydiganlığını paş qılğan. Şeytanның azdırışı kişilərdəki cəhalətə qarab gücünü göstərdiganlığını müəyyənləşdirib, bu illətnin cəmiyyətin türlü təbiqələrdə şəkillənən əlamətlər üstündə toxtalğan. Bulubmu dəvirdaş mütəsəvviflərdəki haqq və sap yoldan burilishni qattiq ayıplagan. Əsərinin ismini və məzmununu Abu Hamid al-G'azalining İhya-i Ulumuddin din ilimlerini yaşartishdan algan ham beyitgan bo'lsa-mu, İmam G'azali uning tanqididan o'z nasibasini algan. Kitobni qurbatimizning yetishicha qisqa ham ixcham tunishtirishga tirishdik. Qolgan tafsiliy mazmunidan xabardor bo'lishni xohlasangiz, men anglagandan bir ko'rgan a'lo degandek, qurbi yetgan qarindoshlarimizning bu kitobni o'qib chiqishini va yaxshi foydalanishini tavsiya qilaman. Allah'a emanet.